Yeganə psixoloji mövzudur ki, ölkəmizdə 80% insanın diqqətini çəkir və maraqlandırır. Niyə görə dünyada, ümumən Azərbaycanda bu qədər insan varkən, bəzi qadınlar və kişilər özlərini aşağılayan, özlərinə sərt davranan insanlarla münasibət qururlar. Yəni qısacası el dilində desək, niyə görə normal insanlarla yox, gedib narsist dediyimiz insanlarla münasibət qururuq, onlara bağlanırıq. Bugün bu mövzu ətrafında danışacağım. Amma əvvəlcə kiçik bir istisna məqamı qeyd edeyim. Ona görə ki, son zamanlarda videolarımın sayı çoxaldığına görə məni tənqid edənlərin sayı da artır. Burada danışacağım narsist adı altında gedən şəxslər konkret bir pozuntunun göstəricisi deyil. Sadəcə insanlar həmin şəxsiyyətləri narsist adlandırdığına görə mən də dırnaqarası narsist sözündən istifadə edəcəm. Amma elmi ədəbiyyata nəzər salsaq, narsistlik bir şəxsiyyət pozuntusudur və onun diaqnozu psixiatr tərəfindən təyin olunur. Cəmiyyətimizdə isə narsistlik xüsusiyyətlərdə özünü göstərən insanlar var, hansı ki bu insanlar müəyyən nevrotik pozuntuların göstəricisi olaraq özlərini bu şəkildə aparır. Mən həmin insanlardan danışacağım və bizim nəyə görə elə insanlara dırnaqarası aşiq olmağımız, elə insanlara bağlanmağımız bu nə ilə əlaqədardır və bu insanları biz necə əvvəldən təyin edə bilərik? Əgər belə bir insanla münasibətdəyiksə, necə bir çıxış yolu tapa bilərik? Bu haqda ətraflı məlumat verəcəm. Danışan zaman ola bilər ki, qadınlara daha çox istinad edeyim, amma onu qeyd edeyim ki, burada danışdığım hər bir mövzu qadınlara və kişilərə aiddir. Yəni ola bilər mən qadın üzərindən nümunə çəkim, amma yetərincə narsist qadınla münasibətdə olan kişilər də var cəmiyyətimizdə. Onlar da bu videodan özünə örnək götürə bilərlər. Yəni burada paylaşdığım təcrübələr, məlumatlardan istifadə edə bilərlər. Bir məsələ var, mən filologiya fakültəsində bitirmişəm, onu da əlavə olaraq qeyd edeyim və orada bir əsər var idi. Yağışdan çıxdıq, yağmura düşdük. İndi o məsələ xatırladım, bilmirəm niyə görə. Narsist insanlarla münasibət quran xanımlar və bəylər adətən belə bir məqamda olurlar. Yəni yağışdan çıxıb yağmura düşürlər. Bunu deməkdə məqsədim nədir? Biz bir narsistlə niyə görə münasibət qururuq? Gəlin əvvəlcə bunun psixologiyasına nəzər yetirək. Yəni bizim beynimiz niyə görə elə insanları özünə daha güvənli seçir və onlara yaxınlaşır, onlara tez bir zamanda bağlanır. Ümumi olaraq təcrübələrim mənə bunu deyir ki, narsist insanla münasibət quran şəxslər adətən normal ailə mühitində olmur. Normal ailə mühitində olmamaq deyəndə nəyi nəzərdə tuturam? Yəni ki, bizim təməl fiziki və psixoloji ehtiyaclarımız var. Hansı ki bu ehtiyacların əksəriyyəti ailədə qarşılanır. Ailədə qarşılanmayanda biz başlayırıq nələrdənsə asılı vəziyyətə düşməyə. Məsələn, bir xanım götürsək, xanım deyək ki 15 yaşındadır, yeniyetmədir. Bir ailə mühitinin içərisindədir. Atası sərt xarakterlidir və yaxud da anası tərəfindən daim günahlandırılır. Və yaxud da anası və atası daim münaqişə eləyir və xanım da onların münaqişəsinə şahid olur. Təbii ki, orada həmin xanımın ehtiyacları qarşılanmır. Sərt bir mühitdə olduğuna görə beyni daim daha yaxşı bir mühitə necə keçə bilərəm deyə düşünür. Və bu əsnada onun qarşısında müəyyən seçimlər olur. Məsələn, oxuyaraq, yəni ali təhsil alaraq bunu üstələyən bir xanım ola bilər. Və yaxud da o anda tutaq ki, normal bir elçi çıxırsa, normal bir münasibət yaranmaq ehtimalı yaranırsa, daha doğrusu elə bir şans, imkan yaranırsa, təbii ki, xanım o mühitdən çıxıb başqa bir mühitə düşməyi seçir. Amma çox təəssüflər olsun ki, bu mühitdən çıxıb düşünmədən o bir mühitə keçəndə yağışdan çıxıb yağmura düşür. Yəni elə bir insanla qarşılaşma ehtimalı çox yüksək olur. Yəni qısacası bizim narsist adlandırdığımız o insanlar qarşı tərəfin zəif tərəflərini çox diqqətlə izləyir və təyin eləyir ilk vaxtlardan. Və biz özümüzü həmin məqamda zəif hiss elədiyimizə görə o insanların bizi tapma ehtimalı çox yüksək olur. Öz həyatınızda da əgər belə bir insanla münasibət qurmusunuzsa və yaxud da hal-hazırda elə bir insanla birlikdəsinizsə, əvvəlki dönəmlərə nəzər salın. Siz onunla tanışlıq ərəfəsində özünüzü necə hiss edirdiniz? Hansı psixoloji məqamda idiniz? Ola bilər ki, iş mühitində gərginliyiniz, ola bilər ki, əvvəlki romantik münasibətinizdən ayrılmağınız və o ayrılıqda bir boşluq hissi olur. O boşluq dönəmində olmağınız. Ola bilər ki, ailə mühitində sizi daim tənqid edən atanız, ananız, daim aşağılayan qardaş bacılarınız var və o mühitdə sizə sanki bu insan bir yara bandı oldu. Bu insan sizin həyatınıza bir yenilik gətirdi. Buna nəzər yetirmək vacibdir. Narsistlər bir ovçu adlandıra bilərik. Yəni onlar öz ovunu çox dəqiqliklə sezir və onların zəif tərəflərini
olan ehtiyaclarını çox diqqətlə təyin etməyi bacarırlar. Məhz bu xüsusiyyətlərinə görə də onlar zəif insanları çox asanlıqla özlərinə bağlaya bilirlər. Sizin o zəif məqamınızda narsist sizə yaxınlaşır və sizə indiyə qədər heç kimin eləmədiyi, o göstərmədiyi dəyərləri göstərir. Sizə gözləntilərinizdən daha artığını verir və insan zəif bir anında daha güclü, güvəndə hiss etdiyi birindən qarşılaşanda tamamilə ona bağlanma ehtimalı çox yüksək olur. Və bu anda siz onu həyatınızın qurtarıcısı hesab edirsiniz, ona bağlanırsınız, onunla münasibətə razılıq verirsiniz. Bəlkə də görmüsünüz, daha aşağı yaşda olan xanımlar var, 17-18 yaşında qarşısına çıxan ilk elçiyə hə deyir və tez evlənməyə qərar verir. Müəyyən müddətdən sonra boşanma halları özünü göstərir. Yəni əksər hallarda biz bunun fərqinə varırıq. Bu nəyə görə belə olur? Çünki insan zəif anında özünə qurtarıcı axtarır. Və narsistlər də bu qurtarıcı rolunu çox gözəl şəkildə oynayır. Əslində biz o anda çox zəif olduğumuza görə onların bizə qarşı belə davranışının kökündə yatan səbəbləri təyin edə bilmirik. Yəni bəlkə də siz də eşitmisiniz, sosial mediada narsisti tanımaq üçün ipucular göstərirlər. Bu ipucuları o zaman biz fərqində ola bilərik ki, öz yaralarımızı, öz ehtiyaclarımızın fərqində olaq. Niyə görə? Hansı ehtiyaclarımızdan dolayı bir insanın özümüzü bu qədər yaxın hesab edirik, yaxın hiss edirik, bunun fərqində olaq. Bunun fərqində olmasaq, zaten öyrəndiyimiz o bilgilər, o ipucular bizim üçün bir bilik kimi qalacaq. O insanlar sizə qarşı zəif olduğunuz məqamda gəldiyinə görə siz həmin ipucularını görə bilmirsiniz və tez bir zamanda o insana bağlanırsınız. Qarşılanmayan bəzi ehtiyaclarınız, hansı ki güvən ehtiyacı olur əsasən qadınlarda, özünü daha güclü bir kişinin yanında daha güvəndə hiss edirlər. Müəyyən maddi ehtiyacınız ola bilər ki, ilk vaxtlarda o sizin ehtiyacınızı qarşılasın və yaxud da maddi baxımdan yaxşısınızsa, emosional baxımdan kimdənsə asılı vəziyyətdəsinizsə, öz ata-ananızdan və yaxud da hazırda olduğunuz iş mühitindən yetəri qədər təqdir görmürsünüzsə, yetəri qədər güvən almırsınızsa, təbii ki, bu insan sizin üçün bir dərman olur. Təsəvvür edin, yəni sizə susuz qaldığınız anda cəmi bir qaşıq su təklif edir və bununla da siz gələcəkdə o yarana biləcək o su ehtiyacınızın bütünlüklə o insan tərəfindən qarşılanacağına inanırsınız. Belə bir vəziyyət yaranır və siz o insanla birlikdə addımlamağa razılaşırsınız. Və ilk vaxtlarda onlar özlərini çox cəsur göstərirlər. Qadınların zəif tərəflərindən biri, yəni ümumən bütün qadınların güvən hissidir və o güvən hissini asanlıqla bizə verə bilirlər. Və bundan əlavə bizim üçün xırda bir şeyləri etməkləri, əgər bir qadın uşaqlıq vaxtdan dəyər görməyibsə, xırda bir şey onun üçün çox böyük bir dəyər hesab olunur və bu zəifliyindən istifadə edərək qarşıdakı insan yəni sizi özünə bağlayır və bir müddətdən sonra başlayır əsl iç üzünü sizə göstərməyə. Bəlkə də artıq sən evlisən, bu videonu izləyirsən və sənin həyat yoldaşın narsist olduğunu düşünürsən və yaxud da bəlkə də bir işçisən və müdirinin narsist olduğunu düşünürsən. Burada səni o necə manipulyasiya eləyir, nələrdən istifadə edir. Bəzi narsistlər var ki, onlar insanları gizli şəkildə manipulyasiya eləyirlər və sən heç özün də hiss eləmirsən ki, o səni idarə eləyir. Bir növ bütün sənin həyatının iplərini əlinə alıb və bunu sənə hiss elətdirmir. Səni oradan idarə eləyir, amma sən elə bilirsən ki, özünü idarə eləyirsən. Əgər həyatında bir çox şeylər yolunda getmirsə, emosional baxımdan özünü çökmüş vəziyyətdə hiss edirsənsə, günahkar hiss edirsənsə, sanki nəsə çatışmır, sanki azadlığın əlindən alınıb, hər şeydə özünü günahlandırıb, hər şeydə özünü sorğuluyursansa, burada sənin elə bir insanla münasibətdə olma ehtimalın çox yüksəkdir. Yəni o insanların əsas manipulyasiya taktikalarından biri budur ki, qarşı tərəfi el dilində desək borclu çıxarmaq. Yəni həyatımızda nə kimi problemlər baş verirsə, bunun günahkarı siz olmuş olursunuz və başlayırsınız özünüzü sorğulamağa. Deyək ki, siz həyat yoldaşınızdan icazə alırsınız ki, mən bugün rəfiqələrimlə görüşə gedəcəm və yaxud da həyat yoldaşınız xanımdır, siz bəysiniz, dostlarınızla futbola baxmağa gedirsiniz, nə bilim, biraz çayxanada vaxt keçirmək üçün gedirsiniz. Xanım buna razılıq verir və yaxud da bəy sizə razılıq verir. Amma evə gələndən sonra bunu dolayı yollarla sizin burnunuzdan gətirir. Yəni, harada qalmışdın, mən evdə bu qədər əziyyət çəkdim, axırda bir məsələdə böyük bir problem yaradır və siz getdiyinizə peşman olursunuz. Bu kimi məqamlar ortaya çıxır.
Bəziləri açıq-açığına bunu üzə deyir və sizi idarə eləməyə çalışır, sözünüzü kəsir, sizi aşağılayır, tənqid eləyir. Bəziləri isə gizli şəkildə bunu eləyir. Sizin heç özünüzün də xəbəriniz olmur ki, elə bir insanla münasibətdəsiniz və o insan sizin həyatınızın iplərini əlinə alıb. Mən daha çox xanımlarla işləmişəm və sevgili münasibətində belə bir manipulyasiya texnikalarını çox görmüşəm. Adətən qarşı tərəfi özünə bağlayandan sonra öz əsl tərəflərini göstərməyə başlayır. Və qarşı tərəfdə bilir ki, onunla getməyəcək, onu getməklə hədələyir. Yəni, mən səndən gedə bilərəm, bu mesajı davamlı formada ötürür. Və biz narsist insana o qədər özümüzü bağlı hiss edirik, özümüzü sanki onsuz təsəvvür eləmirik. Onun getməsi də bizdə bir təhlükə yaradır. Yəni, qalıb bizə belə şiddət göstərməsi, sözlü, emosional şiddət göstərməsi onun getməyindən daha yaxşı kimi gəlir bizə ki, o getməsin, amma şiddət göstərsə də olar. Belə bir situasiya yaranır. Və ona bizi davamlı formada təhdid edir. Bizdə elə bir qorxu yaradır. Sanki sən mənim dəyərimi bilməsən, mən gedərəm deyir və bizdən daha çox istifadə eləməyə başlayır. Maraqlı bir sual ortaya çıxır ki, bəs biz bu qədər özümüzü aşağılanmış, günahkar, ehtiyaclarımızın qarşılanmadığı kimi hiss ediriksə, ehtiyaclarımız qarşılanmırsa, niyə görə belə bir insanla münasibətə davam edirik? Yəni, bu nəyin əsasındadır? Bunun kökündə nə dayanır? Bunun kökündə təbii ki, bizim özümüzün təməl psixoloji ehtiyaclarımız və onun müəyyən müddət ərzində bizi özünə bağlanması və zehnimizə aldatması dayanır. Düşünün ki, sizin suya ehtiyacınız var, sizə bir qaşıq su verildi hardansa, sizdə bir ümid yaranır ki, bu yerdə mən daim su ala bilərəm. Sizi özünə öyrəşdirir ilk vaxtlarda və sizdə belə bir ümid formalaşır. O ümiddə davamlı formada gedir. Hansı ki, siz onun nə vaxt ki fərqinə varırsınız, nə vaxt ki o ehtiyaclarınızı özünüz başqa yollarla qarşılayırsınız, o zamana qədər o sizin daxilinizdə gedir və o insandan davamlı formada gözlənti içərisində olursunuz. Bəlkə onu dəyişdirməyə çalışırsınız, bəlkə onun dəyişməsi üçün davamlı formada kimsə dua eləyir, kimsə cadu elətdirir, kimsə ona kitab oxutdurmağa, onu seminarlara aparmağa çalışır və həmin bu ümid imkan vermir, o bağ imkan vermir ki, siz ondan ayrılasınız və davamlı formada bu münaqişələr, bu döngü davam edir. Özün üçün bəlkə də nəsə etmək istəyirsən, bir qadınsan, bir bəysən, öz inkişafın üçün nəsə etmək istəyirsən, uğur qazanmaq istəyirsən, hansı kurslara getmək istəyirsən, burada da sənin qarşına bir əngəl yaradır. Sənə inanmadığını bəzi mesajlarla ötürür və sənin heç nə bacarmayacağını sənə göstərməyə çalışır. Bütün bunlar da əslində onun özünü üstün olmaq cəhətləridir, yəni üstün olmağa çalışır. Və sən o anda həqiqətən özünü sorğulamağa başlayırsan. Düşünmürsən ki, bəlkə yəni o insanın məni aşağılamaq cəhdindən bu ola bilər. O insanı ideallaşdırmaq kimi bir vəziyyət yaranır səndə. Təbii ki, bu da onun sənə özünü təqdim etməsindən çox asılıdır. Özünü sənə əvvəllərdə necə təqdim eləyibsə, o formada da sən ona davranırsan. Bəs biz nə edə bilərik ki, bir narsistlə münasibət qurmayaq ilk olaraq, yəni profilaktik tədbir olaraq özümüz üçün nə edə bilərik? Bundan sonra özümüz üçün nə edə bilərik? Əgər münasibət içərisində isə, bir evli münasibəti və yaxud da bir sevgili münasibəti içərisində isə, əvvəllərdə özümüzü tanımağımız, kəşf etməyimiz çox vacibdir. Çünki biz ehtiyaclarımızın fərqində olmasaq, ehtiyaclarımızı qarşılaya biləcəyini düşündüyümüz insanlarla qarşılaşacağıq və o insanlar da bizim ehtiyaclarımızı təəssüflər olsun ki, tam şəkildə qarşılamayacaq və beləliklə də özümüzü daha da çuxurun dərinliyinə aparıb çıxaracağıq. Buna görə də ilk vaxtlarda özümüzü tənzimləməyi öyrənməliyik, özümüzlə zaman keçirmək, öz boş zamanımızda, məsələn, o boşluq hissində nə etmək istəyirik, bunları təyin eləmək, müəyyən hobbilərimizin olması və s. həyatımızda bizə xoşbəxt edə biləcək məqamların olması bizi o tipli insanlarla qarşılaşmaqdan uzaqlaşdırır. Digər bir məsələ, hansı məqamda mən hansı insanla münasibət qurmağa ehtiyac duydum? Yəni, tutaq ki, mən hal-hazırda bir çətin dönəmdən keçirəm, maddi vəziyyətim ağırdır və yaxud da işdə ciddi problemlər yaşayıram. Bu anda mən bir insanla qarşılaşıramsa və ona aşırı bir hissim yaranırsa, burada təhlükə elementi var. Yəni, belə bir məqamdan qaçmaq lazımdır. Və yaxud da bir insanla tanış olmuşsunuz, sizə həddindən artıq yaxşılıq eləyirsə, sizi sevdiyini deyirsə, ilk vaxtlarda sizin üçün böyük sürprizlər eləyirsə, sizi sevindirməyə çalışırsa, bunun özü də normal bir davranış deyil mənə görə. Bəlkə də bəzi xanımlar düşünür ki, kişi öz sevdiyini, öz istədiyini, ciddi olduğunu bu şəkildə göstərir, amma bu heç də belə deyil. Düzdür, kişi əgər bir qadını sevirsə, onun üçün əlindən gələni eləyir, özünü risklərə atmağı sevir.
Amma ilk başlarda bunu etməsi heç də normal deyil. Müəyyən bir müddət bağ yarandıqdan sonra, bir-birinizin xarakterinə bələd olduqdan sonra, təbii ki, o ciddi düşündüyü halda bunları sizin üçün edə bilər. Amma ilk vaxtlarda heç də normal bir hal deyil. Siz əgər bundan xoşbəxtlik hissi keçirirsinizsə və o insana bağlanırsınızsa, burada artıq sizlə bağlı bir problem var ki, sizin daxilinizdə nəyəsə ehtiyacı olan bir uşaq dayanır və o uşaq da sanki hər şeyi ondan gözləyir. Əgər artıq bir narsistlə sevgilisinizsə və yaxud da evlisinizsə, bir müddət gözləmək, onun dəyişməsinə çalışmaq lazımdır deyərdim. Çünki mən bilmirəm ki, sizin qarşınızdakı insan şəxsiyyət pozuntulu insandır, yoxsa sadəcə öz dəyərsizliyindən dolayı, müəyyən nevrotik pozuntulardan dolayı belə bir xarakter xüsusiyyətinə malikdir. Onu müəyyən kurslara aparmaq, kitab oxumaq, video podkast dinlətmək, onunla bir yerdə söhbət eləmək, vaxt keçirmək, dərin mövzularda danışmaq, onun hisslərini, duyğularını bölüşmək və s. Bunlar onun üçün faydalı ola bilər. Yəni bir müddət sonra o insan özünü başa düşə bilər. Amma çox dərin səviyyədədirsə, artıq patoloji bir vəziyyət varsa, burada sizin o insanla əlaqənizi kəsməyiniz lazımdır. Mən burada boşanmağı təbliğ eləmirəm. İndi çıxıb deyəcəklər ki, gəlib 10 dəqiqəlik videoda bizə boşanmağı təbliğ eləyir. Xeyr. Sadəcə insan həyata bir dəfə gəlir və bu bir dəfə gəlmə müddətində mən demirəm ki, bütün problemlərdən biz qaçmalıyıq. Xeyr. Bu bir dəfə gəldiyimiz müddətdə özümüz üçün ən yaxşı olanı etməliyik. Yəni qarşımızdakı insan əgər müəyyən müddətdən sonra bizim ehtiyaclarımızı qarşılamırsa, biz nə qədər əmək versək də o münasibətə, nə etsək belə bizdən uzaqlaşmağı seçirsə, bizə qarşı yenə şiddət tətbiq eləyirsə, dolayı yolla və yaxud da birbaşa, biz ona xəbərdarlıq etsək belə heç nə dəyişmirsə, bizim orada getməyimiz ən sağlam yoldur. Bəlkə o insanın da özünə uyğun bir qarşısına insan çıxar, yəni onun da özünü daha xoşbəxt hiss edə bilər. Və biz həmin məqamda getməyi seçməliyik. Getməyi bacarmırıqsa yenə də problem bizdədir. Niyə görə mən o insandan ayrıla bilmirəm? Burada da bayaq sadaladığım, hansı ki o bizə əvvəllərdə güvən vermişdi, o bizə sevgi verdiyini düşünürdük, o bizə qayğı, diqqət göstərirdi, bəlkə xırda problemlərimizi həll eləyirdi. Elə bir bağımlılıq yaradıb və biz ona görə o insandan qopa bilmirik. Və yaxud da öz gələcəyimiz haqqında qayğılıyıq, sanki bundan başqa heç kim bizi sevməz. Onu da qeyd edeyim ki, belə bir insanla münasibətdə olan insanların əksəriyyətində, yəni 99%-də özgüvənsizlik yaranır. Çünki biz nə qədər bizi tənqid edən, aşağılayan, günahlandıran insanla bir yerdə oluruqsa, bir o qədər özümüzə olan münasibətimiz dəyişir. Belə bir özgüvənsizlikdə təbii ki, biz yaxşı bir iş tapmaq imkanımızın olması ehtimalını, yenidən yaxşı bir insanla qarşılaşma ehtimalımızı çox azaldırıq öz beynimizdə və bu da birbaşa özgüvənimizi aşağı salır və ona görə də yeganə güvən alanı kimi, güvən sahəsi kimi sadəcə qarşımızdakı insanı görürük. Amma cəsarətli olsaq və bütün bunları nəzərə alsaq, getmək o qədər də çətin deyil. Yəni bu bir seçimdir və bir müddət insan özünü zəif hiss edə bilər. Amma bir müddətdən sonra insan özündə ondan da daha yüksək cəsarəti toplaya bilər. Və onu da qeyd edeyim ki, əgər siz ayrılma dönəmindəsinizsə, yəni ayrılmısınızsa bu həmin o insanla münasibətdən artıq qopmusunuzsa, bu cəsarəti tapmısınızsa, bir müddətdən sonra o toparlanma, hansı ki ayağa qalxırsınız yavaş-yavaş, o sizi yenidən özünə çəkməyə çalışacaq. Çünki onlar sizin güclü olduğunuzu görmək istəmirlər və sizin güclü olduğunuzu görən kimi tez yenə onların diqqətini çəkirsiniz və onlar sizi dırnaqarası ovlamağa başlayır. Bu məqamda da onlarla münasibət qurmamaq, əlaqəni davam elətdirməmək, nə qədər də beyninizdəki o düşüncələr sizi məcbur eləsə ki, bəlkə daha yaxşı ola bilər, bəlkə o dəyişib, həqiqətən də dəyişdiyini göstərərək sizə yaxınlaşır. Yəni baxırsınız ki, bu insan keçən dəfə mən tanışdığım insan deyil, yəni daha fərqli bir insan modeli gəlir. Mən onunla danışsam bəlkə hər şey dəyişə bilər, amma heç də elə deyil. Yəni bu bir döngü kimidir. Siz yenə münasibət quracaqsınız, əvvəldə sizə nəsə eləyəcək, sonra başlayacaq əvvəlki münasibət. Ona görə də burada çox diqqətli olmalısınız. Əgər çox emosional baxımdan özünüzü çox zəif hiss edirsinizsə, qərarsızlıq qarşısında qalmısınızsa və nə ondan ayrılmaq, nə onunla bir yerdə olmaq sizə xoşbəxtlik hissi vermirsə, o zaman sizin bir dəstəyə ehtiyacınız var. Çünki insan balıq deyir, suda olduğunu sudan çıxanda bilir. Siz hansısa münasibətin içində olsanız, sizin özünüzü görməyiniz ehtimalı çox aşağı olur və bu anda insanın özünə kömək etməsi də zəif olur. Yəni sadə xırda problemlərdə insan özünə dəstək ola bilər, amma çox ciddi problem yarananda, artıq emosional bir çöküşün içərisində olanda biz beynimizi istifadə edə bilmirik və bu zamanda bizə kənar dəstəyin olması vacibdir.
Belə bir məqamlarla qarşılaşmısınızsa, qadın, bəy fərq eləmir. Bir mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. İnanın ki, insan dünyaya bir dəfə gəlir və bu döngünün içərisindəsinizsə, belə bir insanla münasibətdəsinizsə və yaxud da sizin valideynləriniz belə bir münasibətdə olubsa sizə qarşı və hazırda da siz sağlam münasibət qurmaq istəyirsinizsə, bir profilaktik tədbir kimi terapiya almanız vacibdir. Çünki biz keçmişdə yaşadığımız təcrübələr əsasında gələcəyimizi şəkillendiririk. Gələcəyimizin də yaxşı olması üçün keçmişimizi dəyişə bilmərik, amma keçmişimizə qarşı beynimizdəki münasibətləri, beynimizdəki o sxemləri dəyişə bilərik. Aşağıda nömrə qeyd edəcəm. Bununla bağlı əlavə bir sualın olsa, nömrədə və yaxud da mənim Instagram hesabımda yaza bilərsən. Video ilə bağlı fikirlərini isə şərh bölməsində qeyd edə bilərsən. Təşəkkür edirəm hər birinizə videonu izlədiyiniz üçün.